Salam, hər vaxtınız xeyir. Bugün sizinlə şəkərbura dadında möhtəşəm qozlu şirniyyat hazırlayırıq. Ağızda dağılan xəmiri və ətri ilə hamının sevimlisi olacaq. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Keçək hazırlamağa. Xəmiri üçün unun üzərinə otaq temperaturunda olan kərə yağı əlavə edib umaç halına gətirirəm. Daha sonra üzərinə xama, yumurta sarısı, vanil, qabartma tozu əlavə edib xəmir yoğururam. İçlik üçün qoz və şəkər tozunun üzərinə yumurta ağı əlavə edirəm. Kündələrə ayırdığım xəmiri bir-bir açıram, içlik əlavə edirəm. Və göstərdiyim formada kəsiklər atıram və bükürəm. Üzəri üçün yumurta sarısının üzərinə duru yağ əlavə edib qarışdırıram. Və hər birinin üzərinə çəkirəm. Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada qoyuram bişməyə. Və budur, hazırdır. Əgər video xoşunuza gəldisə like atmağı, kanala abunə olmağı unutmayın. Daha çox belə reseptlər üçün məni izləyin.